həyanı itirəcəyin yerdə malını qoy, həyanı götür çıx. Əgər görürsən ki, bir yerdə həyan əldən gedir, varın, dövlətin, nəyin varsa qoy, get. İnsan həya hissini itirəndə onun heç nəyi itirmək qorxusu olmur bu həyatda. Abırsızlaşmasın insan, həyasızlaşmasın insan. Çalışın o həya hissinizi itirməyin. Əşi, yaxşı eləyirəm, əcəb eləyirəm, onsuz da ailəmiz belə müzakirə olunubdur, gedək, sonuna qədər gedəcəyik, özünüzü çılpaqlığı ilə iyrənc hala gətirməyin. Çünki o ailə deyil artıq, sən özünü artıq yem eləyirsən başqalarına. Və bu yemi də rahatlıqla həzm eləyən insanlar var. Onu hop göydə götürər, necə lazımdır sağa sola istifadə edər, yerdən yerə vurar, ucuzlaşdırar, ta ki öz məqsədinə çatana qədər. Məqsədinə çatandan sonra sən artıq bir yem kimi də maraqlı olmayacaqsan o insanlara. Ona görə də ailə sözünün də qədrini